saat 21:00-a yaxın Nadir Səlifov, mən və onun bir çox yaxın adamları otelin restoranında idik. Çoxlu qonaq var idi. Heç nə təhlükədən xəbər vermirdi. Fərq var Assiyasət.com-a istinadən xəbər verir ki, bunu qısa müsahibəsində 2020-ci il avqustun 20-sində Antalyadakı dəbdəbəli oteldə sui-qəsdə məruz qalan kriminal aləmdə Lotu Quli ləqəbi ilə məşhur olan Nadir Səlifovun yaxın qohumu deyib. Həmin yaxın qohum dəhşətli cinayətin yeganə şahididir. Onun sözlərinə görə tanınmış kriminal avtoriteti məhz onun yanında güllələyiblər. Şam yeməyi başa çatdıqdan sonra Quli mühafizəçilərlə birlikdə öz otel nömrəsinə yollandı. Daha sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi. Mən restorana endim və onu gözlədim. Daha sonra Quli özü də gəldi. Onun böyük mühafizə dəstəsi vardı, lakin hamısı silahsız idi və dəhlizdə dayanmışdılar. Həmin sektorda biz ikimiz idik. Heç kəs yox idi. Birdən xan içəri girdi. O, bizim masaya yaxınlaşdı, əlində barsetka vardı. Ağlıma da gəlməzdi ki, barsetkanın altında əlində tapança tutub. Nadir Səlifovun qohumunun sözlərinə görə, xan Lotu Qulinin və onun oturduğu masaya yaxınlaşaraq Səlifova 4 dəfə atəş açıb. Birinci gülləni başına, ikincisini boynunun arxasına, sonraki ikisini isə kürəyinə vurub. Hər şey ilə gözlənilmədən və tez baş verdi ki, mən gözlərimə inanmadım. Mənə elə gəlirdi ki, bütün bunlar gerçək deyil. Lakin Quli jurnal masasının üstünə yıxıldı. Qohumunun sözlərinə görə Səlifova Beretta markalı tapançadan atəş açılıb. Səlifovun qohumu iddia edir ki, işin görüldüyünə əmin olan Xəqan Zeynalov qaçaraq dəhlizə çıxıb və Lotu Qulini güllələdilər deyə qışqırmağa başlayıb. Bir neçə saniyə sonra Qulinin təxminən 10 silahsız mühafizəçi bizim otağa cumdular. Bircə onu deyə bildim ki, Səlifovu xan Əhməd Lenski vurdu. Səlifovun qohumu deyib ki, Xəqan Zeynalov qanuni oğrunun əhatəsinə 1 il əvvəl daxil olub və möcüzəvi şəkildə Lotu Qulinin etibarını qazana bilib. Şəxsən mən ona şübhə ilə yanaşırdım. Mənə aydın deyil ki, Quli kimi təcrübəli bir adam cəmi 1 il əvvəl etibarını qazanan təsadüfi bir şəxsi necə öz yaxın ətrafına buraxmışdı. Xəqan Zeynalov məşhur Bakı zərgəri Dəyanət Zeynalovun oğludur.